Buxar və Müslimin ittifaqla rəvat etdikləri hədisdə Allah Resulü buyurur ki, İnnər racula le yetəkəlləm bi kəlimətin la yara biha bəsən yəhvi biha 70 xarifən finnar. Ola bilər ki, bir kişi problem görmədiyi bir kəlmə deyər. O kəlməyə görə 70 il cəhənnəmdə əzab çəkər. Le yetəkəlləm bi kəlimə. Bir dənə kəlmə deyər, la yara biha bəsən. Hansı ki, o kəlməni problemli görmür. Yəni, bir kəlmədir də, buna nə olacaq? Çünki şeytan insana belə gəlir. Nəfs insana belə pıçıldayır. Deyirsən, bir kəlmət də və ya deyirsən ki, məsələn, bir mövzu düşdü, bir qeybət və ya bir nəmmamlıq və ya nəsə bir söz, fikirləşirsən ki, bir şey olmaz, bunu yola verim, daha eləmərəm. Hara eləmirsən? Ardı gələcək. Əmin ol buna. Əgər öz yerində, məqamında kəsmədinsə, əmin ol ki, ardı gələcək. Və Hasan Əl-Basri radiyallahu anhu, rahimallah, deyərdi ki, Əl-lisən əmirul bədən. Çox əzəmətli bir sözdür. Deyərdi ki, dil bədənin əmiridir. Dil, insan sahib olduğu din, onun bütün əzalarının əmiridir. Bu söz haqdır ya yox? Bu söz haqdır. Hətta bu bir hədisdə varid olub. Şeyx Albani rahimullah bu hədis barədə deyib ki, hədis həsəndir. İmam Tirmizinin sünənində rəvat etdiyi hədisdir. Hədisdə qeyd olunur ki, Adəm övladı hər səhər yuxudan duranda onun bütün əzaları dilinə şikayət edir. Bu hər səhər təkrarlanır. Hər gün. Bütün əzalar dilə deyir ki, İttəqillə finə. Bizim barədə Allahdan qorx. Fə innəmə nəhnu bik. Çünki biz sənə bağlıyıq. Bütün əzalar. Fə in istəqamtə istəqamnə. Fə in i'vəcəctə i'vəcəcnə. Sən düz olsan, istiqamət üzərində biz də düz oluruq. Sən əyləndə biz də əyilirik.